Əgər Allah varsa və mərhəmətlidirsə, niyə dünyada zülmlər yaşanır, uşaqlar öldürülür və kasıblar əziyyət çəkir? Bu suala 4 əsaslı cavab verə bilərik. Birincisi budur ki, insan qavramları təzadları ilə ayırd edə bilir. Yəni, hər bir şey ziddi ilə tanınır, başa düşülür. Şər olmasa xeyir bilinməz. Məsələn, ədalət zülmlə müqayisə olunanda bilinir. Yaxşılıq pislik etməklə. Bir düşünək. Sədəqənin dəyəri kasıblar olmasa necə bilinər? Həmçinin, sağlamlığın, afiyyətin dəyəri xəstəlik olmasa necə bilinər? Zəiflər, məzlumlar olmasa onlara mərhəmət etmək dəyərini necə əldə edə bilərik? Ağrılar, çətinliklər bizə nemətin qədrini bilməyi aşlayır. Neqativ insanları görəndə yaxşı insanın dəyəri bilinir. İkinci cavab budur ki, bu dünya həyatını Allah sınaq üçün yaradıb. İnsanlar öldükdən sonra mühakimə olunub ona görə cəza və ya mükafat alacaqlar. Yəni cənnət və cəhənnəm. Allahın bu dünyada hər zülmə və şərrə müdaxilə etməsi doğru olmaz. Necə ki, tələbələrinə imtahan vərəqini verən müəllim əgər onlara cavablarını da vermiş olarsa, bu imtahan olmayacaq. Üçüncüsü isə budur ki, şərrin var olması əslində Allahın insana verdiyi azadlıq hüququndan irəli gəlir. Onun nəticəsidir. İnsan bu azadlıqla xeyir işlər gördüyü kimi şərli işlər də görür. Bu seçim azadlığı insana verilməsəydi, onun axirət günü hesaba çəkilməsi əbəs olacaqdı, ədalətsiz olacaqdı. Çünki xeyir işlərə görə mükafatın verilməsi, şərli işlərə görə də cəzanın verilməsi o vaxt doğru olar ki, insanın seçim azadlığı olsun və etdiyi işləri öz iradəsi ilə etsin. Bir də çox əhəmiyyətli bir məqam var. Ateistlər, axirət gününə inanmayanlar ona görə şərrin mövcudluğuna anlam verə bilmirlər. Müsəlmanlar üçün hər şey bu həyatla sonlanmır. Bu həyatda kim şərli, kim xeyirli əməl etmək istəyirsə, seçim özünündür. Amma axirətdə də Allahın ədalət məhkəməsi var. Hər kəs etdiyi əməlin qarşılığını görəcək. Bu da 4-cü cavabımız olsun. Elhamdülillahi Rabbil alemin.